Salam. Bugün ne vlogu çekirik diye soruşsaz hiçbir fikrim yoktu həqiqətən. Yani bir dəqiqə kompüterin sesi gelir arkadan. Eşidirlər görəm mən. Ne vlogu çekirik diye soruşsaz hiçbir fikrim yoktu. Ve bu arada danışıma çok da fikir vermeyin. Çünkü breketlərimin rezinin tezi dəyişmişəm ve danışmam çok da normal değil. İstəyirsiniz yəqin. Ne deyəcəyimi bilmirəm. Uzun zamandır vlog çəkmirəm. Axırıncı səfər Cəsurun adı gündə çəkmişəm vlog. Bu arada əgər arxadan kompüter səsi gəlirsə sorry, çünki kompüter açıqdır və telefonum kompüterin üstündədir. Bugün riyaziyyatdan əlavəmiz var. Saat 6-nın yarısı. Saat neçədir? Saat 4-ün yarısıdır. Təxminən 1 saat sonra çıxacağım. Və ona qədər də tarix oxuyacağıq. Nə tarix? Ümumi tarix. Biz artıq ümumi tarixə keçmişik. Son 2 dərsdəki ümumi tarixi keçirik. Dünən coğrafiyamız var idi və mən coğrafiyadan sizə neçə yazdım? 15-dən 12 dənə düz yazdım. O da necə oldu? 3 sualı yazmamışdım. Amma yazdıqlarımın hamısı düz idi. Yəni, görürsünüz, oxuyuram. Elə mən burada coğrafiyanı pislədiyimə baxmayıram. Mən ən çox coğrafiyanı oxuyuram. Amma yenə deyirəm, sevmirəm. Qətiyyən sevmirəm, yəni. Coğrafiyanın ən çox nəyini sevirəm və biz o mövzulardayıq. Materikləri, relyefi falan. Relyefi biz bitirdik. Azərbaycana keçdik. Dağlarını öyrəndik, bir də sərhədlərini öyrəndik. Yəni gələn dərs onu təhvil verəcəyik tapşırıq olaraq. Belə yəni. Niyə bunu danışıram? Heç bir fikrim yoxdur. Nəysə, yəni onu demək istəyirəm ki, mən coğrafiyanı sevməməyimə baxmayaraq ən çox coğrafiyanı oxuyuram. Çünki ən zəif olduğum fən odur. Çıldıracağım. Yəni mən tarixi, coğrafiyanı oxuduğum qədər oxusam, yəni alim olaram da, yəni həqiqətən. Nəysə, mən yenə çox danışdım, yetər. Gedək biraz tarix oxuyaq, sonra da hazırlaşıb gedəcəyik dərsə. Uşaqlar, dünən təşəcək bir dənizə baxdım. Baxanlar varsa aranızda yazın. 9-cu bölümə baxdım. Yəni dünən 9-cu bölüm verildi də. İndi mən o bir həftəni necə gözləyəcəm bilmirəm. Fragman, 10-cu bölümün fragmanı olay həqiqətən. O gün TikTok'da bir tane video paylaşmışdım. Sonra videonu sildim. Xoşum gəlmədi. 2 nəfər yoruma yazmışdı ki, 2 yorum vardı. İkisi də yazmışdı ki, sənin qəmzən var. Bəli dostlar, mənim qəmzəm var. Baxın. 2 dəqiqə yarımda video çəkirəm. Heç bir şey eləməmişəm. Bugün sizə tarixi necə öyrəndiyimizi izah edəcəm. 1-2 nəfər soruşurdu. 1-2 nəfər. Zaten elə çox izləyicim olmadığı üçün. Deməli, biz əvvəl lap ilk başlarda, sentyabrın əvvəli hazırlıq təzə başladığı vaxtlar kitabı hələ almamışdıq. Niyə almamışdıq? Çünki müəllimimiz dedi ki, onda hələ 2025-2026-cı nəşr, yəni bu nəşr hələ çıxmamışdı. O vaxtı satışda olan 2024-2025-ci ilin nəşri idi. Müəllim də bizə dedi ki, siz gözləyin 25-26 çıxsın, elə alın. Çünki siz gələni də o kitablardan davam edəcəksiniz. Niyə 2 il əvvəlin nəşrini istifadə edəsiniz ki? Ona görə biz kitabları şəxsən mən oktyabrın ortasında aldım kitabı. O da necə oldu? Ümumi tarixə keçdik. Getdik mağazadan soruşduq ki, 2025-26 çıxıb. Dedilər ki, dünən gəlib. Sadəcə ümumi tarix aldıq. Az tarixində, sonra az tarixində keçəndə onda aldıq. Yəni o vaxta qədər, kitabı alana qədər 1 ay yarım müddətində biz ancaq konspektlərdən oxuyurduq. Açığı mənim üçün konspektdən oxumaq çox daha rahatdır. Kitabdan oxumaq çox daha maraqlıdır, o heç. Amma mən yenə də kitabdakiləri da konspektləşdirib öyrənirəm. Çünki yadımdadır, keçən 9-cu sinifdə Günar müəllimə bizə həmişə deyirdi ki, mövzunu konspektləşdirib öyrənin ya da hazırlıqda nə keçirsinizsə artıq onları konspektləşdirib öyrənin. Keçəndən hər şeyi konspektləşdirib öyrənirəm. Keçən il müəllimə onu deyəndən bəri mən çox şeyi konspektlə öyrənirəm. Əsasda tarixlə coğrafiyanı. Coğrafiyanı keçən də mən konspektləşdirirdim. Mən 9-da baya oxuyurdum. Bekar kimi coğrafiya oxuyurdum. Çünki biraz Günar müəllimdən qorxurduq.
Yəni mən şəxsən qorxurdum. Çünki yəni qorxmurdum, şey eləyirdim. Məsələn, birdən belə məni lövhəyə çıxartsa, sualına cavab verə bilməsəm çox utanardım. Hələ ki Günar mənim yanında. Nə olsun ki, o qədər yaxınıq. Müəlliməm də sonuçda. Sırf onun dərdindən heç bir fənn yox, amma coğrafiyanı mən 9-cu sinifdə oxuyurdum həqiqətən. 9-cu sinifdə məktəb kitablarından bir dənə coğrafiyanın üstünü açırdım da. Dərsləri necə öyrəndiyimi danışacağam. Birinci tarixdən başlayacağım. Böyük ehtimal hələ ki coğrafiyaya keçməyəcəm. Coğrafiyanı gələn videoda danışaram, amma bu videoya da çatdırsam danışa bilərəm. Qərbi Hun imperatorluğudur. Qərbi Hun, bir də Ağ Hunlar. Mən onları necə öyrəndim? Bunu zaten müəllim bizə dərsdə izah eləyəndə lövhədə konspekt kimi yazır. Yəni lövhədə qısa izah ilə yazır və biz o lövhənin şəklini çəkib, şəxsən mən oradan öyrənirəm dərsi, kitabdan çox. Kitabı məsələn oxuyuram 2 dəfə, sonra da açıb ümumi məlumatları kitabdan oxuyuram. Sonra da açıb o şəklini çəkdiyim lövhəni dəftərimə köçürürəm, konspekt şəklində. Elə öyrənirəm. Çünki yenə deyirəm, mənim üçün keçən ildən konspektləşdirib öyrənmək daha rahatdır, nəinki kitabdan oxumaq. Kitabı da oxuyuram, çünki elə şeylər var ki, məsələn, kitabda uzun bir şəkildə izahı var. Müəllim sadəcə onu lövhədə qısa yazıb və o testə düşə bilər. Amma əsas olaraq testə düşənlər zaten müəllimin lövhədə yazdıqlarıdır. Hətta bəzən elə olur ki, mən kitabı heç oxumuram, ancaq müəllimin lövhədə yazdıqlarını oxuyub elə gedib yazıram testləri. Manna dövlətinin konspekt şəkli mənim üçün ən asan mövzu odur da, yəni. Bir dəqiqə, sizə göstərəcəm. Baxın. Bunu bizə müəllim atmışdı, bu konspektləri. Ümumi olaraq necədir? Birinci, ən başda bu hissədə Manna dövlətinin yaranma prosesini danışıram. Bu çox qısa məlumatlar, ən başlanğıc məlumatlar buradadır. Sonra Manna dövləti haqqında ümumi məlumatlar yazırıq. Paytaxtıdır, ərazisidir, nədən, hansı vilayətlərdən ibarət olduğu da, ən böyük vilayəti hansıdır. Yəni, əsas Manna dövlətinə aid olan əsas şeyləri yazırıq. Sonra mən idarə etmə sistemi yazmışam, baxın. Hökümdarlar. Hökümdarların adları və qarşısında hakimiyyət illərini yazmışam. Və sonra da hər bir hökümdarın adına başlıq açıb, onların dövründə nələr baş verib onları yazmışam. Mənim üçün belə öyrənmək çox daha rahatdır, nəinki uzun uzadı kitabdan öyrənmək. Bir də Manna dövlətində bir neçə yürüyüşlər olduğu üçün onu cədvəl şəklində yazmışıq. Mən tarixi oxudum, amma öyrənmədim. Oxudum, qeydlərimi götürdüm. Zaten kitabın üstündə də bilmirəm gördünüz, bir neçə qeyd eləmişdim dərs zamanı. Biz də gedirik riyaziyyatın əlavəsinə. Əslində getməməyə planlayırdım. Sonra qızlar dedi ki, gəl, ona görə gedirəm. Deməli, saçımı necə eləməyə planlayıram? Təbii ki, çolkalarım. Artıq bu çolka deyil, bu pərçəmdir. Pərçəmlərim qalır. Sadəcə bunu sıx bir şəkildə belə yığacam. 1 minut daraq gətirməliyəm. Saçımı düzəldəndə sizə bir neçə çolka ya da artıq pərçəm mi deyim, nə deyim, sam pərçəm problemlərindən danışacağım. Məncə çolkası olan qızlar hər səhər çolkasını yuyur. Mən hər səhər yumuram, əvvəl hər səhər yuyurdum. Amma artıq sadəcə birazca su vurub şəkilləndirirəm. Çünki həqiqətən bəzən elə bir halda olur ki, hər gün yumalı olursan da. Mən əvvəl həqiqətən demək olar ki, hər gün saçım çolkamı yuyurdum səhər-səhər. Amma artıq profesionalləşdiyim üçün yumuram hər səhər. Gedək, çolkalarımı da düzəldim. Çıxaq gedək elə. Sən neçə bal yığdığımı soruşanlar var. Mən onu demişəm buna əvvəlki videolarımın bir neçəsində və deyil. 9-da neçə bal yığdığımı çox soruşublar. Amma mən demişəm buna əvvəlki 2 videomda.
2009-dan 213 bal yığmışam. Ama mən cidden 9-da ay imtahan verəcəm, yaxşı oxumalıyam falan heç elə fikirləşmirdim də, yəni. Ümumiyyətlə imtahan mənim qram keçən il heç imtahana görə stresslənməmişdim. Bu ildə heç stresslənmirəm gələn imtahan verəcəyim üçün. Yenə deyirəm, bəlkə də gələn stresslənəcəm, amma görə elə gələn çox var. Yəni uşaqlar, məndən məsləhət almaq istəsəz almayın. Çünki mən məsləhət alınacaq uşaq deyiləm. Bu arada mən OTK sınaqlarına gedəndə keçən il yığdığım maksimum bal səhv xatırlamıramsa 197 bal idi. Ən yaxşı yazdığım imtahan nəticəm o idi. Sonra gəldim imtahanda 213 bal yığdım. Əslində ingilis dilindən essemə 10 bal falan versəydilər 220 plus olacaqdı da balım. Amma olmadı. Aman olmadı da ölüm deyik. Yəni heç üzülmədim də açığı. İmtahan balları çıxanda mən yatmışdım. Anam mənə oyatdı ki, imtahanın balı çıxıb 213 bal yığmışsan. Mən sonra təzən başımı qoydum, yatdı. Sonra oyandım, biraz özümə gəldim. Müəlliməm zəng elədi ki, neçə bal yığmışsan? Dedim 213 bal. Sonra uşaqlarla danışdıq. Dedim ki, bu qədər yığmışam falan. Amma imtahan nəticəmi ilk soruşan insan müəlliməm olub. Sonra da deyirlər ki, niyə bu qədər çox istəyirsən? Acaba nədən? İstəmsizcə mutlu olmuşdum. Vlogu editləyəcəmmi, editləməyəcəmmi? Yoxsa heç paylaşmayacağamı? Bilmirəm. Amma çəkirəm. Yaşaram deyə düşünürəm. Keşke gələn həftə Tural müəllim desə ki, bu həftə heç bir dərsimiz olmayacaq. Instagramdan məni izləyənlər bilər məncə. Görürsünüz də ki, mən coğrafya və tarixdən başqa hissini oxumuram demək olar ki. Riyaziyyatı da gedib ancaq əlavələrdə yazıram. Biz ümumiyyətlə qrupca eləyik, gedirik, əlavədə otururuq, tapşırıqları yazırıq, suallarımızı veririk. Yəni, mən evdə ancaq tarixlə coğrafyanı oxuyuram. Niyə? Səbəb yəni, səbəb. Başqa fən yoxmuş kimi. Uşaqlar, ikinci qrupu seçməyin. Düzdür, mən bayaq dedim ki, mən məsləhət alınacaq insan deyiləm. Amma məsləhət alırsınızsa da ikinci qrupu seçməyin. Məncə, ümumiyyətlə, Azərbaycanda oxumayın. Baxlar, çıxdım. Və yəqin ki, gecikməyəcəm. Hətta tez çatacam. Gedək görək başımıza nə iş gəlir. Uşaqlar, mən telefonumu buraya gəlib Zayetkiyə qoydum üçün vlog çəkdiyimi unutmuşam. 60-cı sual. 60-cı sualda. Mənə baxma. Uşaqlar, biraz sakit durun, xahiş edirəm. Bax qızım. Secret Santa. Ben söylediğim kofta var diye mavi. Ben de geçen Onu kuşlar almıştım ben de geçen yıl. Yeniydi ha. Şeydi. Çok yaşaydı. Hiç kim inanmıyor benim Gamze'min olduğuna. Bakın. Var. İndi mən o qədər yuxarıdan çəkmədim. Mən alta düşürəm axı. İndi bax mən aşağıdan çəkirəm, sən düşürsən. Nə oldu? Ben uzun düşünürüm, uzunamazdım. Mən niyə belə balaca göstərdin ki kamerada? Minnak. Çünkü minnak. Yadıma düşdü. Taşıyacaq bir dənizdə adi şey Minnak. minnak deyir. Baxırsınız taşıyacaq bir dənizə. Baxanlar Mən bir də baxıram. aşağı yazsın. Nuray da baxır, mən də baxıram. Dünənki bölüm Şey gördük, olar. qapını açanda yerə yıxıldı. Düzdür, ayaqlarına kapanmağa gəlmişdik. Ama bu qədər tez gözləmir.